Deyir, mənə biraz ondan danış. Un natural ədəddir. 2-yə və 5-ə bölünür. Deyir, biraz dirəksən 3-ə də bölünər. Qaqaşım, mən nə edirəm? Ay pres belə gəldi. Ay nə bilim, belə getdi. Bunların hamısı boş şeydir. Ben götüreyim balaca qazan. Saatımız insana göstərir uşaqlar gəlir mən sizə bir də. Saatın dəqiqliyi ilə deyim. Saat 6-7 işləyib 5 dəqiqə səhər. Baba, konkret. Bu bizim zeytun yağımızdır. Bunu bir balaca əlavə edirik qazana, tavaya, nə bilim, nə hoşum adı nədirsə bunun ona. Yüngül var. Yağı kökəndir, yağsız yiyir. Hələ o pambığla, zadla götürüb qazana sürtənlər var ya, ölürəm də gülməkdən. Uşaqlar, yağ enerji mənbəyidir. Saat 7 işləyib. Şu normaldir. İşləyib, biz nə edirik? Yumurta qızardırıq. Hissə gələcək. Biraz tavanın qızmağında xeyir var uşaqlar. Qaqazı görmək istəyirsiniz, görün də, problem yox. Belə çevirim, görün, nə deyirəm ki. Yumurtanın adından sarısından necə ayırırıq. Bənk. Bir dənə vırdım. Bir dənə beləncinə, bir dənə də beləncinə. Həli. Deyir, eləyə bilərsən belə. Uşaqlar, yumurtanın sarısı mənə alerjiya verir, xoşlamıram. Bir dənə, 2 dənə yeyə bilərəm, amma mesela yumurta pomidorda sevirəm də, belə yumurtada yalnız ağı. Sucuklu yumurta, yəni. Bu neçəncə oldu? 4'dür. Biz 6 dənəsinin ağını yeyirik və 25-30 qram, 35 qram maksimum julal qazanırıq səhər-səhər zavtraka. Bəli. Yiyib heyvan kimi yatacağıq, başqa işlə. Uşaqlar, sizə kimdən danışım? Sosial şəbəkələrdə mənim üzərimdən baxış yığanlardır, bambula danışanlardır, düşüklük eləyənlərdir, səviyyəsizlik eləyənlərdir. Onlara fikir verməyin. Onlar da, onların komentariyalarına vid verənlər də hamısı səviyyədən, tərbiyədən, mərifətdən, qanacaqdan xəbəri olmayan tərbiyəsizlərdir, deyin biləsiniz. Qardaşınız bilir də nə deyir. Yəqin ki, mənə eşitirsiniz. O şimdi yumurtamızı uşaqlar, bax, göstərirəm sizə. Bir dənə belə göstərim sizə, yaxşı. Gördünüz? Qoyuruq qazın üstünə. Şkafı açırıq. Что это? Соль. Salt. İngiliscində saltdur. Deyim biləsiniz. Rus dilində də sol. Duz yəni. Duz. Və qazanın qapağına örtürük ki, yumurtamız səliqəli pişsin. Gəlirik növbətiyə. 4 dəqiqəmiz getdi. Buna bayaq atmışdım, yadımdan çıxdı. Normal. Deməli, burada biz nə axtarırıq? Burada axtarırıq nanə. Mükəmməl. Mən artıq söz tapa bilmirəm. Deyə bilərsiniz, bu nədir? Bu artıq komment yazanlardır, səviyyəsizlərdir. Yəni qatıqdırlar hamısı. Biz təbii ki, onlara fikir vermirik. Biz onları hiss eləmirik. Yox, qaqam şey deyəcək.
ne eləyir? O şey düyünü uşaqlar. Düyünü götürüb belə gəlir. Bir tərəzidə bu indi tərəzi qoyub da bu. Düyünü belə götürür. Bir ədəd. Git vızqırt da buradan. Nə artist deyirsən? Yox. Bu mən istəyən nanə deyil. Yox. Baxaq görək. Hə, quru nanə burada. Bəli. Bunu qatırın üstünə belə əlavə edirik. Bax, uşaqlar. Sizə daha yaxından göstərirəm, baxın. Amma heç kimə deməyin. Yaxşı. Qaqavız bərk azıb. Yumurta pişənə tən. Bunu hazırlayırıq. Biraz küt düşdü amma Niçevo. Həmin prosesini sürətləndirir. Uşaqlar, bayaq açığı niyə belə elədim? Mən sizə deyim. Belə elədim. Bu səbəbi nə idi? Yəni, çörək yeyirsən, qaqaşım, düzdür. Yenə də formada ola bilirsən. Mən sizə bunu sübut edirəm. Görürsünüz? Bax. Şu baryatka qaqaş. Preslərimiz də yüngülvarı görsənir bəsdir. Yox, bu güya belə eləyəndə belə. Nətər edir belə. Belə eləyəndə güya bu bomba olan olur da. Hərənin öz marağı var ha. Mən ona bir söz demirəm. Bir dənə preslə pres çıxardanlara falan. Yox. Sadəcə olaraq acından 3 dənə pres çıxardıb. Massalı bir idmançıya, qəşəng belə stoykalı bir idmançı durub. Yağlı sani qaqa. Yağlı ya. Sən diyetimi mən diyet saymıram. Sənin tələbələrinə dediyin bütün diyetalar sənin bütün tələbələrini yorur. Mənə yazır. Sənin tələbələrin mənə yazır ki, bir dənə müəllimə qoşuldum, yəni şeydi, yanına getdim. O müəllim deyildi, o çoban idi. Bu mənə deyirlər. Ay sağ ol. Çünki o müəllim adına layiq deyil, o trener adına layiq deyil. Bunu görürsünüz uşaqlar. Bu nədir? Yağlı kalbasa. Bəli. Qırğın. Yax, belə kökkənlədir sən. Diyan ala. Kökələcək bu. Tələbəsi qramdan deyir. Yemirik, Allah, bir həftədən sonra hamısı deyir ki, Qalib müəllim, sənə başva dinir. Mənə də dinəndə o sirri. Necə belə yiyib formada qalırsan, mən də belə istəyirəm. Onda da mən deyirəm ki, qardaşım, düz yolda. Yaxşısan, əcəb edirsən. Burada bizə lazım olan bir nüans var. O da mənim onlayn proqramlarıma qoşulmaqdır. Qabığını soyuruq, kalbasanı. Uşaqlar, məsləhət görmürəm. Hər gün kalbasa çörək yeməyi mənə də xəstəliyi falan taparsınız. Sağlam qidalanın. Mən bunu dadlandırıcı kimi arada belə yumurtanı falan yanına qoyuram. Arada indi bizim ev axırıca basan kalbasanı ümumiyyətlə yadıma gəlmir belə bu kalbasadan. Gördüm, nəfsim çəkdi. Xaldinkə baxırsan axı istər-istəməz. Tembol də mənim kimi adam. Siz də baxın xaldinkə. Gecə bilməyin, səhər bilməyin. Oyaqsansa, ac, ağlaya-ağlaya yatma. Əslində bu bir şeylərə kalbasa verən ürəyim istədi. Bir dənə tez bazar sağımızı yuyaq. İnşallah. 9:33, 9:35. Vaxt gedir. Vaxt gedir, zaman gözləmir. Bir deyirsən, vaxt gedir, zaman gözləmir. Birin dediyini ürəyin demir. Bu ağlayan gözəl sənə bənzəmir. Yox, bu sən deyilsən, bu sən deyilsən. Qəşəng şeirdir uşaqlar. Bir dənə bu sən deyilsən yazın, qulaq asın. 4 saniyə. 3, 2, 1. Gəlsin növbəti.